bərzəxin cənnəti vardır. İndi başqa ayədə də qeyd eləyəcək ki, həm də bərzəxin cəhənnəmi vardır. Və yaxud elə şəhidlər haqqında daha çox deyirik biz bu ayəni. Allah yolunda öldürülənlərə, şəhidlərə ölü deməyin, onlar diridirlər və Allah yanında ruzi yeməklə məşğuldurlar. Ayə açıq, aşkar deyir ki, Allah onlara ruzi yedizdirir cənnətdə. İndi hardan oldu, ay filan kəs deyirsən ki, İnsan öldüsə, elə bir getdi yuxuya. Bir də qiyamət günü yuxudan ayılan kimi ayılacaq, məhşər səhnəsində sorğu-suala çəkiləcəkdir. Bu ayələr artıq sübut edir ki, biz öldükdən sonra bizim üçün ya inşallah ki, bərzəx cənnəti var, ya da nəuzubillah bizim üçün bərzəxin cəhənnəmi, ağrısı, əzabı vardır. Və yaxud da Fironun əhvalına diqqət eləyək. Uca Rəbbimiz Qur'an-ı Kərimdə Qafir surəsinin 40-cı ayəsində buyurur: Onlar odda yandırılarlar. Qiyamət qopduğu gün isə Firon əhlini ən şiddətli əzaba salın deyərik. Bu ayə nəyə dəlildir? Qur'an deyir, onlar odda yandırılırlar. Elə ki, qiyamət qopdu, deyəcək onları salın ən şiddətli əzaba, yəni cəhənnəmə. Bu ayənin birinci hissəsi onu göstərir ki, Firon əhli bərzəx aləminin cəhənnəmində əzab içərisindədir. Elə ki, qiyamət başladı, qiyamət başlayan kimi də Allah əmr eləyər ki, onların hamısını üzü qoylu cəhənnəmə daxil edin. Bu ayə bir daha sübut eləyir ki, bərzəx dünyası var, qiyamətlə ölüm anı arasında və bərzəxin cənnəti və yaxud da cəhənnəmi vardır. Elə məsumlarımızdan nəql olunan hədislərdə, məsələn, İmam Cəfər-i Sadiq əleyhissalam buyurur ki, bərzəx aləmi qəbirdir. Yəni, insan qəbrə qoyuldusa, onun bərzəxidir. Qiyamətə qədər ya orada əzab görər, nəuzubillah, ya da orada uca Allahın nemətlərindən faydalanar. Başqa bir hədisdə İmam əleyhissalam buyurur ki, bərzəx qəbrin özüdür. Qəbir aləmi ilə bərzəxdir. Dünya ilə axirət arasında orada ya əzab var, yaxud da savab vardır. Yəni, insan bu dünyada gördüyü işlərin ya mükafatını bərzəxdə alacaq və yaxud da cəzasını.